Həzrət Salmanın namazı nədir, necə qılınır? Əzizlərim, Salmanın namazı müstəhəb bir namazdır ki, 30 rəkətdən ibarətdir. Diqqətlə qulaq asın və Rəcəb ayının əvvəlində, ortasında və sonunda olmaqla, yəni 3 dəfədə hər dəfə 10 rəkət qılınır. Yəni 10 rəkət əvvəli, 10 rəkət ortası, 10 rəkət axırı. Əgər ayın əvvəli 10 rəkət qılıramsa, yəni bu 5 ədəd 2 rəkət, 2 rəkət, 2 rəkət, 2 rəkət, 2 rəkət, 2 rəkət qılıb təşəhhüd salamlar, 2 rəkət qılıb təşəhhüd salamlar, belə-belə 5 dənəsi eləyir 10 rəkət. Yəni ayın əvvəlində 10 rəkət, 5 ədəd 2 rəkətdir, ortasında 10 rəkət, yəni 5 ədəd 2 rəkətdir, sonunda da 10 rəkət, yəni 5 ədəd 2 rəkətdə namaz qılınır. Rəvayətlərə görə Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm bu namazı səhabə Salman Farsiyə öyrətmiş və onun üçün çoxlu fəzilətlər zikr etmişdi. Bu namaz dedik ki 30 rəkətdir ki, Rəcəb ayının 3 vaxtında, ayın əvvəlində, ortasında və sonunda qılınır. Rəcəb ayının əvvəlində 10 rəkət qılınır. Dedik, 5 ədəd 2 rəkətli namaz. Hər rəkətdə Fatihə surəsindən sonra 3 dəfə Qul huvallahu əhəd, yəni İxlas surəsi, 3 dəfə də Qul ya əyyuhəl kafirun, Kafirun surəsi oxunur. Kafirun surəsinin skrinini bura atıram, skrin edib telefondan da tutub oxuya bilərsiniz. Namazın salamlarından sonra namaz qılan şəxs əllərini qaldırıb, bax bu skrin etdiyim duanı oxuyur. Bu bir namazın hər 2 rəkətində Fatihə, 3 dəfə İxlas, 3 dəfə Kafirun surəsi, daha sonra təşəhhüd salamlar və sonra skrindəki dua. Hər namazın axırında ki, əllərinizi qaldırıb bu duanı oxuyacaqsınız. Duanı oxuduqdan sonra əllərinizi üz-üzə çəkəcəksiniz. Hər namazın təşəhhüd salamlarından sonra. Rəcəb ayının ortasında da 10 rəkət qılınır. Yenə də o əvvəlindəki 10 rəkət kimidir. Namazın təşəhhüd salamlarından sonra əllərinizi göyə qaldırıb bu skrindəki duanı oxuyacaqsınız. Duadan sonra əllərinizi üzünüzə çəkəcəksiniz. Sonra 2-ci, 3-cü, 4-cü, 5-ci namaz beləcə 10 rəkət. Rəcəb ayının sonunda da eyni qaydada 10 rəkət qılınır və hər namazın təşəhhüd salamlarından sonra da əlinizi göyə qaldırıb skrindəki duanı oxuyursunuz. Sonra əllərinizi üzünüzə çəkib hacətinizi deyirsiniz. Salam, ay boyuncan bu elədi neçə rəkət? 30 rəkət. 3 dəfə 10, 10, 10. Hər hansı bir mömin bu namazı qılsa, onun bütün kiçik və böyük günahları silinər. Bütün Rəcəb ayını oruç tutan kimsənin savabını alar. Namaz qılan hacətini diləsin, duası qəbul olunacaq və onunla cəhənnəm arasında hər biri yer ilə göy arasındakı məsafə qədər eni olan 7 xəndək, yəni məsafə qoyulacaq. Hər rəkət əvəzinə 1 milyon rəkət hesablanacaq və onun üçün oddan, bəraət və siratdan keçmək